Bəli, hörmətli 105 FM dinləyiciləri, sualınız varsa təbii ki, nə edirsiniz? Bizə zəng edirsiniz və yaxud da WhatsApp üzərindən istər səsli, istərsə yazılı mesajlarınızı göndərirsiniz ki, Ergün Rəşdəzadə ilə bərabər biz sizin suallarınıza cavab verək. Diqqətinizə çatdırın ki, mikrofon qarşısında bugün psixoloqunuz Cavid Ədov və eyni zamanda Ergün bəydir. Xoş gəlib, səfa gətirmisiniz. Təşəkkürlər. Mən sizi salamlayıram və radio dinləyiciləri salamlayıram. Baxmayaraq ki, pəncərələrin arxasında bulutlu və soyuq havadır. Burada həmişə kimi isti və günəş saçır. Buranın pozitivliyi doğrudan da insana enerji verir. Təşəkkür edirəm, çox sağ olun. Bu eyni zamanda sizin bizə bəxş etdiyiniz pozitivlikdir. Çünki qarşıdakı həmsöhbət nə qədər pozitiv olarsa, aparıcı da bir o qədər köklənir. Təbii ki, köklənir, yəni kök oldu deməyi məqsam demədim. Və hörmətli dinləyicilər, biz anadan gəlmə göz xəstəliklərindən danışırıq. Ümumiyyətlə, oftalmoloji hər hansı bir probleminiz də, sıxıntınız varsa, suallarınızı bizə yönləndirə bilərsiniz. 497 51 83 nömrəsi ilə əlaqə saxlayın və yaxud da WhatsApp üzərindən bizə yaza bilərsiniz. Ergün bəy, anadan gəlmə göz xəstəlikləri deyəndə nəyi nəzərdə tuturuq? Bilirik ki, katarakta və qlaukoma anadan gəlmə xəstəlik ola bilər. Lakin ondan sonra hansı xəstəliklər var ki, bilmirik? Əslində çox bir xəstəlik, bir qrupu var ki, hansı anadan gəlmə xəstəlikləri hesab olunur. Və burada mənim fikrimcə biz iki məqama toxunmalıyıq. Birincisi, irsi xəstəliklər, hansılar ki, genetik irsiyyatda olan dəyişikliklərlə əlaqəli olan bir problemdir. İkinci məqam isə bu, belə deyək, ana bətnində övladın inkişafı zamanı baş vermiş xəstəliklərdir. Və bu nöqteyi nəzərdən biz bu xəstəlikləri ayırmalıyıq. İlk öncə istəyərdim irsi xəstəliklərə toxunaq, çünki bizdə bu problem yetəri qədər qabarıq şəkildə özünü büruzə verir və burada da əsas rollardan biri bu yaxın qohumluq nigahlarıdır. Hansılarla ki, həkimlər belə deyək də daima mübarizə aparır və bu haqda təbliğat edirik, bunun propagandasını edirik ki, yəni yaxın qohumluq əlaqəli olan nigahlarda övladlarında genetik xəstəliklərin inkişaf etməsi riski çox yüksəkdir. Və bu xəstəliklərin içində ayrıca yer alan bu retinitis pigmentozu və ya pigment abiatrofiyasıdır. Bəzən bunu səhvən adlandırırlar toyuq körlüğü. Çünki toyuq körlüğü ayrıca bir vəziyyətdir və ilkin dövrdə hər iki xəstəlik özünə məxsus eyni kliniki əlamətlərlə axır. Amma sonraki dövrdə, yəni övladın belə deyək də 16-15 yaşından sonraki dövründə əlbəttə ki, retinitis pigmentozu və pigment abiatrofiya xəstəliyi daha ağır axır və burada görmənin itməsinə gətirib çıxardır. Əfsuslar olsun ki, çox uzun müddətdir bu xəstəliyin demək olar ki, müalicəsi yox idi, amma biz bir neçə dəfə adlandırmışıq ki, artıq bu xəstəliklə əlaqəli müəyyən bir irəliləyişlər var və genetik tədavi olan virus vektorlar vasitəsilə bu müəyyən dərəcədə müalicə olunur, amma əlbət ki, bugün üçün əlçatmaz olduğuna görə, həddindən artıq bahalı və mürəkkəb müdaxilə olduğuna görə bu xəstəlikdən uzaq olmaq daha yaxşı olardı, nəinki bu xəstəliyi yoxdur. Uzaq olmaq üçün nələr etmək lazımdır? Uzaq olmaq üçün də ilk öncə, əlbəttə ki, burada valideyn məsuliyyəti, yəni bu qohumluq nigahları olmamalıdır və bunu aradan qalxmalıdır bu adətənə. Xəstəliyin ümumiyyətlə özünə məxsus gedişatı var. Yəni dediyim kimi, haradaysa ömrün ilk dekadaları xəstəlik özünü o qədər də büruzə vermir və əsasən axşam vaxtı görmə zəifliyi ilə müşahidə olunur. Ona görə bilavasitə bunu toyuq körlüğü ilə səhv salırlar. Amma toyuq körlüğü əslində avitaminoz vəziyyətidir. Yəni nə vaxt ki, A və Y vitamininin çatışmamazlığı var bədəndə, onunla əlaqəli olan görmə zəifliyidir. Mən belə başa düşdüm ki, bəli, toyuq körlüğü dediyimiz avitaminoz çatışmazlığı hər hansı bir vitaminlərin qəbulu ilə normallaşdırıla bilər, amma bu məsələ qətiyyətlə normal hala gəlmir. Əfsuslar olsun ki, alınmır və sonraki dövrdə artıq həyatın 3-cü, 4-cü dekadalarını artıq görmə itməyə başlayır və tam itir. Çox zaman burada təsəlli müalicəsi aparılır belə xəstələrdə, yəni xüsusi belə deyək, vitamin iynələri və s. Amma əfsuslar olsun ki, bu effektiv müalicə üsulu deyil və dediyimiz kimi, yəni bugün üçün biz çalışmalıyıq ki, yəni propaganda olunsun, bu xəstəliyin qarşısını alınmaq üçün müəyyən məlumatlar verilsin əhaliyə ki,
Yəni Bəli. bu qohumluq nikahları olmasın. Tamamilə sizinlə razıyam. Həkim və eyni zamanda buradan bütün valideynlərə səslənmək istəyirəm. Hörmətli valideynlər, siz övladlarınızı bədbəxt etməyin. Üzr istəyirəm bütün Azərbaycandan bu sözümə görə. Həqiqətən də biz övladlarımızı, yəni sizlər övladlarınızı bədbəxt edirsiniz. Əmisi oğluyla, əmisi qızıyla, dayısı uşağıyla fərq etməz. Yəni qohum və qan bağlılığı olan iki insan evlilik həyatına keçərsə və ailə qurarsa, onlardan belə deyək, doğulmuş uşaqlar tamamilə cəmiyyətdə sağlam olmurlar. Tamamilə cəmiyyətə sağlıqsız şəkildə gəlirlər və siz nəinki öz övladlarınızı, eyni zamanda övladlarınızın davamçısını belə artıq indidən bədbəxt edirsiniz. Öz verdiyiniz ani və yaxud da məcburi qərarlara görə diqqətli olun bu baxımdan. Xahiş edirik ki, qoyun iki sevən qəlb bir-birini sevərək evlənsin. Məcburiyyət qarşısında deyil. Telefon zəngimiz var. Az sonra davam edəcək. Buyurun. Suallarınızı cavab verin. Üzr istəyirəm Ergün bəy. Birinci İbrahim bəyin iki sualına cavab vermək istəyirəm. Təbii ki, siz də gözlə bağlı sualına cavab verəcəksiniz. Birinci, Ağdam bölgəsində siz keçən həftə olmusunuz və böyük izdihamla qarşılanan həkim belə deyək, kollektivini qarşılayan Ağdam sakinlərinə də salam göndərirəm buradan və hər kəs müayinədən keçib. Bir daha yəqin ki, biz bu efir vasitəsilə məlumat verəcəyik. Amma bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, 8 dekabr tarixində Ergün Rəşdəzadə və onun peşəkar komandası və eyni zamanda başqa profillərin həkimləri də Səlyan Mərkəzi Klinikasında olacaqlar. Mütləq şəkildə gedib orada da müayinədən keçə bilərsiniz. Qaldı ikinci suala. Deyir ki, İbrahim bəy öncədən qohumluq əlaqələri var idi, amma yəni evlilik üçün. Amma şikəstli hər hansı bir əlillik faktoru müzakirə olunmurdu. Xeyr İbrahim bəy, hər zaman bu olubdur. Sadəcə yeni tibbi resurslar və innovativ inkişaf buna dəlalət yaradır ki, indi problemləri daha vaxtında və əvvəl erkən şəkildə üzə çıxarıb müzakirə olunsun. Əvvəllər isə yox idi bu imkanlar. Bəli, tamamilə doğrudur. Müayinə üsullarının olmamağı, yəni yetəri qədər və tibbin o dərəcədə inkişaf etməməyi ilə əlaqəli olan problemlər idi. Bundan başqa, bilirsiniz, çox məqamlar var burada. Həm burada genetik amillərə və genetikanın özünə üz tutmaq lazımdır. Çünki irsiyyatın getdikcə kəsadlaşması və çox qısa bir kiçik zaman çərçivəsində bunu müşahidə etmək mümkün deyil. Amma daha uzun zaman çərçivəsində biz görürük ki, ümumiyyətlə belə bir məqam var da, irsiyyatı qarışmayan, yəni irsiyyatda yalnız bir genin daima inkişaf etdiyi sosiumlarda, belə deyək də, cəmiyyətlərdə gözəl insanlar az olur. Ümumiyyətlə, təbiət elə qurulub ki, irsiyyat dəyişməlidir. İrsiyyat daima qarışmalıdır. Və genetikanın, irsiyyatın, bizim hüceyrələrimizin içində olan DNT molekulasının bölüşməsi elə Allah Taala'dan gəlmiş bir qanundur bu, mənim fikrimcə. Yəni, bu daima təkmilləşməlidir. Təkmilləşmək üçün isə o qarışma mütləq olmalıdır. Çünki hər dəfə daha müsbət, daha belə deyək də, üstünlük təşkil edən genlər irəliləməlidir. Amma biz qohumluq əlaqələrində oluruqsa, əfsuslar olsun ki, irsiyyata yeni, belə deyək də, üstünlüklər əlavə olunmur. Və bu üstünlüklər əlavə olunmamasından, bəlkə də, belə deyək də, təbiətin qurduğu bu vəziyyətdir ki, nə vaxt eyni irsi material ancaq qarışırsa bir-biri ilə, bu irsi materialların törətdiyi yeni nəsil hər hansı bir eybəcərliklərlə, hər hansı bir xəstəliklərlə inkişaf edir. Yəni deyirəm, təkamül bu uzun bir zaman çərçivəsində bunu tam şəkildə təsdiqləyibdir. Və bu təkcə insan bəşərində yox, belə deyək, heyvanlar arasında da baş verən bu dəyişikliklər eyni qaydada olur. Yəni, eyni irsiyyata malik olan, eyni qaydada inkişaf edən nəsillər ancaq xəstə törəmələr törədir. Yəni deyirəm ki,
bu irsi xəstəliklərə həddən artıq çox diqqət yetirmək lazımdır. Və bir şey də vurğulayım ki, bəs nə etməli, nə vaxt artıq bu qohumluq əlaqəsi var. Bu gün üçün bunun həlli də var. Yəni artıq övladın ana bətnindən olduğu dövrdə onun irsində olan hər hansı bir genetik patologiyaları aşkarlama olur. Çünki bu patologiyaların irsi hissələri artıq aşkarlanıb, hansı genlərdə, hansı lokuslardadır bu patologiya və bunu ana bətnində hələ övlad olduğu dövrdə material götürülür, analiz olunur və əgər övladda hər hansı bir ciddi xəstəliklər varsa, yəni o problemlər ki, hansılar həyatı problemlərdir, orada müəyyən vəziyyətlərdə hamiləliyin kəsilməsi də baş verilir. Yəni bu artıq dünyada tətbiq olunan praktikadır. Aha, təxminən aydın oldu. 4083 nömrəli abonentimizin sualı sizin bütün övladlarınıza can sağlığı arz edirik. Bunun müalicə metodlarından həkimimiz az öncə vurğulamışdı. Bir daha qısa da olsa məlumat verər. Yəni, lakin diqqətinizə çatdırım ki, üzr istəyirəm. 070 702 12 12 nömrəsi ilə əlaqə saxlasanız daha ətraflı məlumat alma imkanınız var. Buyurun həkim. Əgər qohumluq əlaqəsi varsa, yəni müəllim ondan bələddir də, o zaman əlbəttə ki, burada retinitis pigmentozanın ilkin fəsli ola bilər və belə uşaqlar mütləq yoxlamadan keçməlidirlər. Burada elektroretinografiya deyilən bir müayinə var. O aparılmalıdır və görmə sahəsi yoxlanmalıdır. Bax, o müayinələr olunsa, müəyyən dərəcədə ilkin diaqnostika etmək olar. Nə etmək olar belə xəstələrdə diaqnoz qoyulduqdan sonra? Əlbəttə ki, yalnız hələ ki müşahidə ancaq etmək olur. Və ümid edirəm ki, yaxın gələcəkdə, yaxın 10 il ərzində artıq dediyimiz müalicələr daha geniş kütləyə yayılmaqda olacaq və bunlara kömək etmək olacaq. Ümumiyyətlə, biz çox həssas mövzulara toxunduq. Mən hiss elədim ki, yəni müəyyən dərəcədə radio dinləyicilər də maraqlandı bu mövzu ilə. Bəli, bəzən o adət-ənənələri belə deyək, pozmaq, hansısa o qurulmuş bir cəmiyyətdə olan kuralları, qanunları pozmaq biraz çətin olur. Amma əslində, yəni bizim dediklərimiz və burada sadaladığımız problemlər hamısı doğrudan da əsas cəmiyyətimizin sağlamlığına yönəlmiş bir şeylərdir, məqamlardır. Və mənim fikrimcə, yəni bizim xalqımız dəyərli xalqdır və bu məlumatlara vaxtında almalıdır ki, bizim xalqımız əziyyət çəkməməlidir. Belə problemlərdən, belə genetik xəstəliklərdən bizim övladlarımız əziyyət çəkməməlidir və biz əlimizdən gələn etməliyik ki, bu olmasın. Və xalqımızın nümayəndəsi olaraq siz də var olun və sizin timsalınızda bütün həkimlərimizə var olun deyirik. Amma həkim adına layiq olan həkimlərdən söhbət gedir, ağ xalat giyinənlərdən deyil. Ki siz bizim dinləyiciləri ümumiyyətlə Azərbaycanı məlumatlandırırsınız. İstər radio vasitəsilə, istər digər vasitələrlə. Hər birinizə təşəkkür edirəm. Mənim üçün iki önəmli sənət var. Həkimlik və müəllimlik. Bu iki sənət insan həyatını qurtarır. Cəmiyyətin sağlamlığını. Bəli. Hər zaman və bayaqki mövzuya qayıtmaq istəyirəm. Bizdə lazım olanda biz adət-ənənəmizə belə deyək də düşkün insanıq. Lazım olmayanda isə o adət-ənənə nədir? O qədimdə qalıb söhbəti ilə. Məsələ yaxınların, yəni qohumların evlilik məsələsində qədimdə qalmış kimi təsəvvür edin və bu kimi hallara yol verməyin. Bir zəngimiz var, qəbul edək görək nə deyirlər. Siz adlandırdığınız indi dərman bu kimyasal addır. Diklofenak maddəsi bu MPVS-lər, yəni qeyri-steroid iltihab əleyhinə dərmanlara aiddir. Əslində, yəni bunu müqayisə etsək hormonal dərmanlarla, hormonal iltihab əleyhinə dərmanlarla daha az fəsada malikdir. Düzdür, yandırıcı təsiri var. Yəni dərmanı döydükdə gözünüzdə yanğı hissi ola bilər. Bir neçə dəqiqəlik dözümlüdür məncə. Amma bu dərmanların yanaşı təsiri də var, ağrı kəsici təsiri. Yəni bundan siz yararlana bilərsiniz. Sadəcə bir məqam var ki, siz bunu bilməlisiniz. Ümumiyyətlə iltihab əleyhinə dərmanlar simptomatik müalicə aparmaq üçündür. Yəni ki, xəstəliyin kökünü yox, xəstəliyin əlamətin müalicə edilir. O nöqteyə nəzərdən, yəni xəstələrimiz bilməlidir ki, əgər bu dərmanı istifadə edirlərsə, o töküldüyü dövr ərzində sizə müəyyən dərəcədə kömək edəcək. Amma siz onun dərmanı kəsdikdən sonra, əgər sizdəki o xəstəliyi törədən, yəni vəziyyəti törədən amil aradan qalxmıyorsa, təzədən o əlamətlər qayıdacaq yerinə.
Yəni o nöqteyi nəzərdən həmin dərmanın istifadəsində heç bir problemi yoxdur. Yəni istifadə edə bilərsiniz. Düzdür, çox uzun müddət. Yəni burada biz bir neçə aylardan artıq tökdükdə bu dərman gözdə quruluq hissi yaradır, gözün buynuz qışasında epiteliopatiya, yəni buynuz qışanın ön təbəqəsinin belə deyək fəsadlaşmasını gətirib çıxarda bilər. Sadəcə, yəni deyirəm, vurğulamaq istəyirəm ki, bu dərmanın istifadəsi mümkündür. Bəli, müəyyən dövr oluna bilər. Həddindən artıq çox uzun müddət tökməyi tövsiyə etmirəm. Yəni bu bir neçə aydan artıq tökməyi tövsiyə etmirəm və ilk öncə xəstəliyin, yəni əlamətinin törədicisini aradan qaldırmaq lazımdır. Ona görə düzgün diaqnostika və etiopatogenetik müalicə, yəni xəstəliyin inkişaf mexanizmi və onun törədicisi nöqteyi nəzərdən müalicə aparılmalıdır. Ona görə də mən tövsiyə edirəm həkimə müraciət etsin və bu suallarla müraciət etsin ki, mənim xəstəliyimin kökü nədir? Gəlmə görmə problemləri və yaxud da göz xəstəliklərindən danışırıq. Bu istisna hal deyil ki, miopiya kimi zəif görmə və yaxud da yaxını görmə xəstəliyi uşaqlarda ola bilər. Və az əvvəl danışdığımız istər katarakta, istər qlaukoma, qohumluq əlaqəsi ilə toyuq korluğu kimi tanınan, amma əlaqəsi olmayan xəstəlikdən. Lakin bəzən almanın göz almasının kiçikliyi, buynuz qışanın qüsurlu olması, bu da anadan gəlmə ola bilər. Bunun səbəbi? Sözsüz. Mən lap öncədə vurğuladığım kimi biz genetik faktorları araşdırdıq. Yəni ən çox yayılan onların içində retinitis pigmentozu, əlbəttə ki, orada ayrı distrofik xəstəliklər də var. Orada Sjögren distrofiyası və s. kimi xəstəliklər var. Leber amaurozu və s. Sadəcə bunlar daha nadir rast gəldiyinə görə mən onları sadalamadım, geniş şəkildə açıqlamadım. Amma bilinsin ki, yəni genetik xəstəliklər ayrıca bir qrupdur. İndi isə siz dedikləriniz bu ana bətnində övladın inkişafı zamanı baş vermiş hər hansı bir qüsurlardır. Yəni inkişaf pozuntularıdır. Bax, o inkişaf pozuntuları həmçinin anadan gəlmə miopiya, anadan gəlmə hipermetropiya da ora aiddir. Çünki nədən? Anadan gəlmə miopik xəstədə göz alması sadəcə uzundur və bu normal inkişafın pozuluşudur. Yəni normal göz almasının ölçüləri pozulub, göz alması daha da çox böyüyüb və ya göz alması çox qısa qalıb və bu həddindən artıq belə deyək də yüksək dərəcəli hipermetropiya gətirib çıxarda bilər. Müəyyən qüsurlar ola bilir, əlbəttə ki, koloboma biz adlandırırıq buna. Toxumanın müəyyən bir hissəsində toxuma parçasının çatışmamazlığı. Yəni elə bil ki, bir hissəni kəsib çıxardıblar. Yəni tam inkişaf etməmiş. Bu kolobomalar həm torlu qışanın koloboması ola bilər, görmə sinirinin koloboması ola bilər, gözün bəbəyinin koloboması ola bilər, bəbəyin bir hissəsi yox ola bilər, yəni yoxdur. Bəbəy qeyri-düzgün formada olur, anadan gəlmə belə uşaqlarla. Və ya əksinə ümumiyyətlə bu qüzeyli qışa olmaya bilər, yəni bəbəyin ətraf toxuması olmaya bilər. Biz baxırıq elə gözə və bəbək görsənmir. Bilavasitə torlu qışa və şüşəvar cismi görürük elə insanlarda. Düzdür, çox nadir rast gələn. Yəni mənim praktikamda 2 dənə cəmi ilə xəstə olub ki, biz onlarda süni qüzeyli qışa implantasiya eləmişik. Nadir rast gəlinsə də, yəni bunu bilməlidirlər ki, belə patologiyalar ola bilər. Əlbəttə ki, burada mirvari sözdür, həmin inkişaf patologiyasıdır. Çünki ana bətnində billurun şəffaf şəkildə inkişaf etməsinin yerinə billurun orta hissəsində və ya hər hansı bir hissəsində bulantı inkişaf edir. Bunlar hamısı əlbəttə ki, ilk öncə neonatoloq tərəfindən, yəni doğum evlərində fəaliyyət göstərən uşaq həkimləri tərəfindən aşkarlanmalıdır ilkin və yönəldilməlidir göz həkimlərinə. Və belə insanlarda nə qədər tez tibbi yardım göstərilirsə, o qədər uşağın sonraki dövrdə görməsinin inkişafını normal saxlamaq olur. Çünki məsələn, tutalım ki, götürək mirvari sudur, uşağa vaxtında kömək göstərilmir, gözə nur düşmür və gözün siniri tənbəlləşir. Yəni bunlar hamısı vaxtında olunması bir məqamlardır. Ayrıca məqam kimi göstərmək istəyərdim, bu anadan gəlmə qlaukom. Anadan gəlmə qara su yetəri qədər ciddi bir xəstəlikdir və bunun da əlamətləri var. İlkin əlaməti isə bunun uşağın gözünün həddindən artıq böyük ölçüdə olmasıdır. Yəni anadan gəlmə uşağı görürsünüz ki, bir göz alması o birisi göz almasına nisbətdə daha fərqli görsənir, daha böyük görsənir və ya hər iki gözün göz alması böyükdür. Və ya belə deyək, buynuz qışa bulanıq görsənir. Yəni gözün bəbəyinə baxdıqda gözün bəbəyi şəffaf deyil. Elə bil ki, bir pərdə arxasındadır.
Bax, bu yetəri qədər ciddi xəstəlikdir, anadan gəlmə. Donma gözlük kimi Egzoftan, bildiyimiz, bəli, bəli. tamamilə doğru. Bu qara suyun əlamətidirmi? Yox, daha çox belə xəstələr kimdə ki egzoftan var, yəni göz almasının, göz yuvasından biraz xaric görsənməsi, yəni qabaqda görsənməsi çox vaxtı qarmanal patologiya ilə əlaqəlidir. Bu zob xəstəliklərində olur, qalxana bənzər vəzin patologiyalarında, bəzi hallarda şiş xəstəliklərində olur və bəzi hallarda bu sadəcə göz almasının həddindən artıq uzun olması ilə əlaqəlidir və bu yüksək dərəcəli miopiya xəstələridir. Yəni mənfi dərəcə zəiflik kimdə ki həddindən artıq yüksəkdir. Bu mənfi 15, 18-dən yuxarı olan gözlərdə. Bu anatomik quruluş da ola bilər, dediyimiz kimi də yəni. Amma patologiya da ola bilər. Ona görə belə insanlar əgər müşahidə edirlər ki, göz almasının getdikcə irəli gəlməsi baş verir. Uşaqlarda ələxsus. Uşaqlarda da və böyüklərdə də bunlar mütləq müraciət eləməlidirlər həkimə. Amma biz burada danışırıq məsələn anadan gəlmə patologiyadan və yəni doğuşdan sonra dərhal müşahidə olunan bir vəziyyətdən ki, göz alması uşağın həddindən artıq böyük görsənir və belə hallarda əlbəttə ki, mütləq neonatoloqlar diqqət yetirməlidirlər və gözdaxili təzyiq vaxtında normallaşdırılsa belə uşaqlarda o zaman qara suyun görmə sinirini öldürməsinin qarşısını almaq olur. Çünki bu uşaqlar çox vaxtı görmədən əlil olurlar. Çünki vaxtında tibbi yardım göstərilə bilmir. Ümumiyyətlə, bu anadan gəlmə patologiyalarda mən bir daha vurğulamaq istəyirəm. Neonatoloqların böyük bir rolu var. Və çox vaxtı, məsələn, doğum evlərində belə bir halla rastlaşırıq ki, orada işləyən neonatoloqlar adi oftalmoloji müayinəni bilmirlər, əslində bilməlidirlər. Və əgər də bilmirlərsə də, ən azı şübhələri varsa ki, burada problem ola bilər, mütləq müraciət etməlidirlər, çağırmalıdırlar və oftalmoloq gəlib həmin uşağı, problemli uşağı müayinə etməlidir. Çünki bu problemlər bəzən özünü aşkarlamır. Bax, ilkin dövrdə. Çünki mən əvvəlki verişlərdə də biz vurğulamışdıq ki, insan övladı anadan olduğu dövrdə çox kiçik bir görməyə malik olur. Yəni, yalnız işıq duyğusu olur, əl hərəkətini görür. Nisbət 32, heç zaman unutmaram bu. Bəli, tamamilə doğrudur. Məsələn, görməsini qiymətləndirmək olmur belə uşağın. Belə uşağın, belə deyil, dili yoxdur ki, desin ki, mənim gözüm görmür, ya gözüm ağrıyır. Və bu məqamları açıqlamaq üçün mütləq həkimin, yəni ilk təmasda olan həkimin, tibbi personalın diqqətliyi vacibdir. Çünki mən çox vaxt rastlaşmışam belə xəstələrlə, belə problemlərlə. Və neonatoloqlardan və belə deyək də, bu problemlərdən danışdıqda bir məqama da toxunmaq istəyirəm. Bu, vaxtından erkən doğulmuş uşaqlardır. Yəni ki, vaxtından erkən biz dedikdə, bu 7-6 aylıq uşaqlardır. Hansılar ki, doğulduğu dövrdən sonra müəyyən dövr doğum evlərində baxımda olurlar, küvezlərdə saxlanılırlar. Məhz bu uşaqlarda yüksək dərəcə risk var. Retinitis, retinopathy of prematurity deyirlər buna. Yəni, vaxtından tez əmələ gəlmiş uşaqların retinopatiyası. Bax, bu xəstəlik də ciddi xəstəlikdir. Vaxtında diaqnostikasında və vaxtında aparılan müalicəsində çox effektiv nəticə verir və belə uşaqlar mütləq şəkildə, yəni vaxtından əvvəl doğuldu, göz dibi müayinəsi olunmalıdır. Bax, göz dibi müayinəsi vaxtında aparılsa, gözün dibində bu retinopatiyanın inkişafının əlamətləri görsənir. Vaxtı ikən, yəni bu ilkin doğuşdan bir neçə gün ərzində gözün torlu qışası lazer koagulyasiya olunur və lazer koagulyasiya əgər vaxtında aparılsa, belə uşaqlarda sonraki dövrdə problem baş vermir. Əks halda bunlar genelde görmədən əlil olur. Bəli, mövzumuzu davam etdirəcəyik, amma bir zəngimiz var, görək nə deyirlər. Gəlin, onda sizin sualınızı cavablandıraq. Məsələ ondadır ki, siz dediyiniz bir təsvirlə mən sizə başa salım. Bax, sizə nə cür başa salınmışdı ki, güzgünün arxasındakı o əks-səda edən təbəqə əgər orada bir hissədə yeyilsə, olmasa, o əks-səda edə biləcəkmi? Siz dediniz ki, yox, tamamilə doğrudur. Və ikinci məqamda, əgər onun arxasındakı o əks-səda edən təbəqə, belə deyək, yeyilib və ön şüşəsi, yəni güzgünün şüşə hissəsi, ön hissəsi cızılıbsa, həmin şüşəni dəyişməklə o arxa təbəqə ilə elə vəziyyətdə qalsa, orada görmə olacaqmı, orada görüntü olacaqmı? Xeyr, olmayacaq. Yəni, məntiq oradadır ki, əgər torlu qışada
patoloji dəyişikliyi o dərəcədə inkişaf edib ki, orada görüntü yoxdur. O zaman onun ön hissəsində yerləşən bulanmış billuru əməliyyat eləmək o dərəcədə məna kəsb etmir. Əlbəttə ki, burada belə deyək də, sizə qəti şəkildə hansısa bir rəy vermək üçün mütləq şəkildə müayinə olunmalısınız. Yəni biz sizə hal-hazırda sizin təsvir etdiyiniz bir vəziyyət haqqında xəbər veririk də, amma tam obyektiv olaraq bunu deyə bilmirik. Çünki obyektiv yalnız bizim gözümüzlə gördüyümüz, yəni müayinə zamanı aşkarladığımız patologiyalar nəticəsində verəcəyimiz sizinə belə deyək rəydir. Və bunu etmək üçün də mənim sizdən xahişim var. Yəni hər bir zaman nə vaxtınız olsa müraciət edə bilərsiniz və yaşam bələdçisinin adından yəni deyə bilərsiniz ki, radio dinləyicisiniz, gəlmişsiniz və biz sizi tam təmənnasız, yəni bir neçə dəfə Cahit bəy bu haqda deyibdir, müayinə edə bilərik və sizə bir rəy söyləyə bilərik ki, nə cür sizə köməklik etmək olar, nəyin sizə effekti olacaq və hər hansı bir müdaxilənin effekti olmayacaq. Bəli, növbəti və sonuncu telefon zəngimizi eşidək, görək nə istəyirlər. Salamlayıram və təşəkkürümü bildirirəm. Yəni doktor doğrudan da belə deyək də, mən səsini eşidən kimi tanıdım. Yəni bizim dəyərli həkimlərimizdəndir və belə deyək də bu burun, qulaq, boğaz sahəsində mənim nə qədər belə deyək, yaxınlarım olursa həmişə ona həvalə edirəm. Doğrudan da bilirsiniz bu həkimlər arasında olan bir belə deyək də qeyri rəsmi, amma doğrudan da vacib olan bir məqam var. Həkimlər həmişə bir-birlərinin arasında yaxşı həkim axtarır. Çünki həkimlər qədər həssas və çətin pasiyent yoxdur. Doğrudan bunu həmişə həkimlər özləri söyləyirlər ki, ən çətin pasiyent və ən həssas pasiyent həkim özüdür. Çünki o dərəcədə tibb haqqında məlumatlı olduğumuz zaman biz hər şeyə, hər bir məqama həddindən artıq 2 dəfə artıq həssaslıqla yanaşırıq və həmişə öz tanışlarımız arasında, öz kollegalarımız arasında ən yaxşıların araşdırıb, axtarıb tapırıq və çalışırıq bir-birimizdən daima təmasda olaq. Çünki yəni dediyimiz kimi tibb sahəsində çox mürəkkəb məqamlar var ki, hansılara diqqət yetirmək lazımdır və həkimlər o diqqəti biraz da artıq istəyir və ən yaxşılarını bilmək istəyir. Bax, Elnur doktor o həkimlərdəndir. Mən onu bir daha salamlayıram və belə deyək də, mənə verdiyi qiymətə görə də təşəkkür edirəm. Qiymətləndirdiyi. Bəli, biz də təşəkkür edirik Elnur bəy zəngi üçün. Elnur bəy bizim belə deyək, bizim ümumiyyətlə yəni Azərbaycan üçün fəaliyyət göstərən qulaq, burun, burun, qulaq, burun, boğaz. Bəli, boğaz həkimidir, lord həkimidir. İnşallah bu ay ərzində növbəti efirlərimizdə Elnur bəyi də studiyada görüb və görəcəyik inşallah və bütün dinləyicilərimizə məlumat verəcəyik lor patologiyalar haqqında və sonda belə bir sual var ki, mənim gözüm müsbət 2.25-dir, eynək gəzdirirəm, nə edə bilərəm ki, belə qalsın və yaxud da azalsın. Bunun üçün eynəyinizi çıxartmayın. Gözünüzü qulluq edin və əməliyyat etdirə bilərsiniz. Burada yaş faktoru çox mühüm rol oynayır. Əgər yaş 40 yaşından yuxarıdırsa, yəni bu dərəcənin azalması şansı yoxdur, bəli, əksinə arta bilər. Əgər bu yaş, bu insanın yaşı, yəni 20 yaşla 40 yaş arasındadırsa, o zaman sözsüz ekzimer lazer əməliyyatı və ya hər hansı bir fərqli refraksion cərrahiyyə vasitəsilə bu korrekt oluna bilər. Əgər bu uşaqdan söhbət gedirsə, o zaman belə deyək də 12 yaşına qədər və 3-4 yaşından başlayan uşaqlarda burada bunu azaltmaq mümkündür və hətta yox etmək olar. Təşəkkür edirəm Elgün bəy bizə dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün.